Gəlin bu gözəl maqnoliyaları birlikdə hazırlayaq. 200 qram şəkər tozu, 3 dolu yemək qaşığı un, 3 dolu yemək qaşığı isə qarğıdalı nişastası əlavə edirik. Üzərinə 1 ədəd yumurta və 1 litr süd əlavə edirik. Qarışdırıb ocağın üzərinə qoyuruq. Ocağın üzərində qarışdırıb, qatılaşdıqdan sonra ocağın üzərindən götürürük. Başqa bir qaba əlavə edirik ki, biraz tez soysun. İlə qarışdırdıqdan sonra ağzını klonka ilə və yaxud da streçlə qəşəng bağlayıb soymağa qoyuruq. Mən peçenyalarımı əvvəlcədən üyütmüşdüm. Siz də zövqünüzə görə hansı peçenyanı istəyirsinizsə onu üyüdə bilərsiniz. İndi isə keçək meyvəni dilimləməyə. Meyvə zövqünüzə görə istədiyiniz meyvədən istifadə edə bilərsiniz. Banan, çiyələk, kivi, hansı meyvə zövqünüzə uyğundursa o meyvədən istifadə edə bilərsiniz. Mən isə bu günləri çiyələkdən istifadə edəcəm. Çiyələkləri bu cür dilimləyib servis üçün hazır etdim. Soyduqdan sonra üzərinə 200 qram qaymaq əlavə edirik. Əlavə etdikdən sonra mikserlə qarışdırırıq.